İnsan günah eləyə bilər. O qədər günahkarlar olub. Tövbə eləyib haqqa gəliblər. Hür əleyhissalam o qədər günahkar idi ki, Kərbəla hadisəsinin baş verməyinin səbəbkarlarından biri də o idi. Gəldi mühasirəyə aldı İmam Hüseyni. Gör, o boyda günahın sahibi, o boyda faciənin baş verməyinin səbəbkarlarından biri tövbə elədi. Haqqa tapdı, canını haqq yolunda verdi. Allah keçdi onun günahları üçün, oldu şəhid. Oldu İmam Hüseynin yanında. Günahın nə boyda olmağına baxmayaraq, günah nə boyda eləsən, Allahın rəhmətindən böyüdür. Allah sənin günahı bağışlayar. Yəni, insan caizül xətadır, insan günah eləyə bilər, amma problem təfəkkürün bazasıdır. Feil ola bilər ayağa durmaqdır. Birini ehtiram üçün ayağa durasan, birini ələ salmaq üçün ayağa durasan. Eyni hərəkətdir. Arxasında dayanan təfəkkür bazası ki, fərqlidir. Biri savabdır, biri günahdır.